İnsanları sevgi birləşdirir deyilir. Amma yox, insanları birləşdirən şey sevgi deyil, nifrətdir. Bu nə deməkdir? Niyə nifrət insanlar arasında sevgidən daha güclü əlaqə yaradır? Bu sualın cavabı psixologiyanın qaranlıq dəhlizlərində gizlidir. Gəlin birlikdə araşdıraq. Beynimiz sülh, harmoniya və universal sevgi üçün deyil, ilk növbədə sağ qalmaq üçün dizayn edilmiş mürəkkəb bir alqoritmdir. Bizlər min illərin qanlı, çətin və vəhşi mirasını genetik kodlarımızda daşıyan canlılarıq. Təkamül prosesinin böyük bir hissəsində insan növü kiçik qruplar halında yaşayıb və hər an təbiətin, yırtıcıların və ya digər insan qəbilələrinin amansız hücumları ilə üz-üzə qalıb. Bu dövrlərdə dost-düşmən fərqini ildırım sürəti ilə müəyyən etmək bir seçim deyil, yaşamaq üçün məcburi bir şərəf idi. Mağara dövrünün reallığında xarici olan şəxs sadəcə fərqli düşünən və ya fərqli danışan biri deyildi. O, sizin məhdud olan qida ehtiyatınızı əlinizdən ala biləcək, nəslinizin davamlılığını təhlükə altına qoyacaq və ailənizi məhv edə biləcək real bir təhdid idi. Bu səbəbdən beynimizdəki amigdala kimi bölgələr naməlum olan hər şeyi təhlükə kateqoriyasına aid etmək üçün proqramlaşdırılmışdı. Özümüzünkiləri qorumaq üçün tanımadıqlarımızı dərhal düşmən elan etdik. Bu, qəbiləmizi bir arada tutan ən qədim müdafiə üsulu idi. Bugünkü müasir dünyada yüksək texnologiyalı mühitlərdə yaşayırıq, bahalı kostyumlar geyinir və qlobal şəbəkələr vasitəsilə bir-birimizlə əlaqə saxlayırıq. Lakin sivilizasiyanın bu parlaq qabığı altında hələ də o köhnə mağara sakini yaşayır və o hələ də qışqırır. Birlik üçün bir düşmən lazımdır. Beynimiz təhlükəni sevir, çünki təhdid anı beynin ən alt qatlarını hərəkətə keçirir. Təhlükə anında beynimiz diqqətini kəskinləşdirir və bədənimizə adrenalin ötürür. Bu vəziyyət fərdi düşüncələrimizi bir kənara qoyub, qrupun gücünə kör-köranə bağlanmağımıza səbəb olur. Bizim bugün sosial mediada, siyasətdə və ya idmanda nümayiş etdirdiyimiz aqressiv qruplaşmalar əslində mağara dövründən qalma o qədim instinktin müasir dövrə uyğunlaşdırılmış formasıdır. Biz düşməni sadəcə fiziki təhlükə olaraq deyil, artıq fikir və inanc müstəvisində də axtarırıq. Beyin anlayır ki, ortaq bir düşmənə qarşı durmaq qrup daxilindəki şəxsi fərqlilikləri arxa plana keçirir və qrupu daha çox tək bir orqanizm kimi hərəkət etməyə məcbur edir. Beləliklə, təkamül bizə fiziki olaraq sağ qalmağı öyrətsə də, zehni olaraq nifrəti bir birləşdirici vasitə kimi istifadə etməyi hədiyyə edib. Biz hələ də təhlükəsizlik axtararkən əslində təhlükə yaratmağa meyilliyik. Bu mirasın fərqinə varmaq özümüzü o qədim instinktlərin əsirliyindən xilas etməyin ilk addımıdır. 1970-ci illərdə sosial psixoloq Henry Teifel insan mədəniyyətinin və qruplar arası münasibətlərin təməlində yatan o qorxunc sadəliyi ifşa etmək üçün minimal qrup təcrübəsini tərtib etdi. Tayfelin qarşısında duran əsas sual bu idi. İnsanlar bir-birinə nifrət etmək üçün həqiqətən də köklü səbəblərə, tarixi ədavətə və ya real təhlükəyə ehtiyac duyurlar, yoxsa bu beynimizin standart proqramıdır? Təcrübə olduqca bəsit idi. Bir-birini əvvəllər heç görməmiş bir qrup yeniyetməni laboratoriyaya dəvət etdi. Onları məşhur rəssamlar Paul Klee və Vasili Kandinskinin əsərlərini göstərərək hansını daha çox bəyəndiklərini soruşdu. Cavablara əsasən uşaqlar iki süni qrupa bölündü. Klee sevənlər və Kandinski sevənlər. Dəhşətli olan bu təsnifatın tamamilə əsassız olması idi. Uşaqların rəssamlıq zövqü, onların şəxsiyyəti və ya gələcək münasibətləri ilə bağlı heç bir məna daşımırdı. Lakin təcrübənin ikinci mərhələsində uşaqlara anonim şəkildə digər qrup üzvlərinə mükafat və ya cəza xalları paylamaq tapşırıldı. Nəticələr psixologiya dünyasında şok effekti yaratdı. Uşaqlar öz qrup yoldaşlarını mükafatlandırmağa, digər qrupdakıları isə cəzalandırmağa üstünlük verdilər. Bəzi uşaqlar digər qrupun ən az xal alması üçün öz qruplarının alacağı ümumi mükafatı azaltmağı belə gözə aldılar. Yəni onlar üçün vacib olan özlərinin çox qazanması deyil, onların daha az qazanması idi. Bu təcrübə sübut etdi ki, insanın biz və onlar anlayışını formalaşdırması üçün heç bir real toqquşma, resurs uğrunda mübarizə və ya mənəvi ziddiyyətə ehtiyacı yoxdur. Sadəcə bir etiket, mən bu qrupun üzvüyəm kifayətdir ki, beynimiz dərhal müdafiə və aqressiya rejiminə keçsin.
Bugün bu mexanizm sosial mediada, futbol fanatizmində, dini və siyasi cərəyanlarda eyni şəkildə işləyir. İnsanlar Tayfelin uşaqları kimi sadəcə bir ideoloji etiketə görə özlərindən olanları ucaldır, tanımadıqları başqalarını isə əsassız bir qəzəblə aşağılayırlar. Bu bizə göstərir ki, nifrət bir nəticə deyil, bizim psixoloji fabrikimizin standart məhsuludur. Biz düşmən yaratmaq üçün səbəb axtarmırıq. Biz düşmən yaratmaq üçün bəhanə axtarırıq və o bəhanə tapılan an beynimiz bizimkini müdafiə etmək üçün nifrəti bir silah kimi istifadəyə verir. Günümüzün informasiya axınında diqqətli olun. Sosial şəbəkələrin, xəbər başlıqlarının və ya qulaqdan qulağa yayılan şayələrin sizə pıçıldadığı o qorxunc çərçivələmə effektinə qarşı həmişə ehtiyatlı olun. Sizə təqdim olunan məlumatlar çox vaxt bir məqsəd daşıyır. Dünyanı qara və ağ rənglərə bölmək. Rayonlu Bakılı, Rus dilli, Azərbaycan dilli, müsəlman, ateist, sünni, şiə, savadlı, cahil kimi etiketlər, bunlar sadəcə beyninizdəki ibtidai aid olma instinktlərinizi tətikləmək üçün istifadə olunan psixoloji qapanlardır. Unutmayın ki, insanın düşə biləcəyi ən dərin və ən təhlükəli bataqlıq hər hansı bir qrup haqqında edilən ümumiləşdirmədir. Bu saf bir illüziyadır. Bütün ateistlərin savadlı və vicdanlı, bütün dindarların elimsiz və ya qatı fikirli olduğunu düşünmək, bütün rayonluların kobud, bütün şəhərlilərin isə mədəni olduğunu qəbul etmək, öz düşüncə qabiliyyətinizə vurduğunuz ən böyük zərbədir. Gerçəkliyin mürəkkəb toxumasını bu qədər bəsit kateqoriyalara sığışdırmaq əslində təfəkkürünüzün tənbəlləşməsinə və manipulyasiyaya açıq hala gəlməsinə səbəb olur. Bu hilələr sizi bizə aid olduğunuzu hiss etdirmək üçün qarşı tərəfdə xəyali bir onlar yaradır. Nifrət bu qütbləşmənin yanacaq mənbəyidir. Lakin dərindən baxdıqda görürsüz ki, əslində belə bir qrup yoxdur. İnsanlar minlərlə müxtəlif xüsusiyyətin, təcrübənin və seçimin cəmidir. Hər kəs öz həyatını yaşayır, öz ağrıları, arzuları və səhvləri ilə özünə cavabdehdir. Bir qrupun etdiyi yanlışı bütün bir kütləyə şamil etmək insanlıqdan kənarlaşmanın ilk pilləsidir. Gün ərzində ruhunuzu və zəkanızı nə ilə qidalandırdığınız çox vacibdir. Nifrət bəslədiyiniz hər bir onlar etiketi əslində sizin öz daxili azadlığınızı məhdudlaşdıran bir zəncirə çevrilir. Kütlənin emosional axınına qapılmaq asandır, lakin öz qərəzlərinizlə tək qalmaq və onları sorğulamaq cəsarət tələb edir. İnsanları etiketlərinə görə deyil, hərəkətlərinə və dəyərlərinə görə qiymətləndirməyə başladığınız an, o xəyali düşmən obrazları da yox olacaq. Düşmən tapmaq deyil, insanı anlamaq lazımdır. Unutmayın ki, nifrət körpüləri yandırır. Empatiya isə həqiqi birliyi qurur. Çərçivələrdən kənara çıxın, öz düşüncə süzgəcinizi işə salın və unutmayın, hər bir insan öz hekayəsinin qəhrəmanı və öz seçimlərinin məhsuludur. Etiketlərinizdən azad olduqda qarşınızda düşmən yox, sadəcə başqa bir insan görəcəksiniz. Bu isə azadlığın başlanğıcıdır. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.